Salam, hörmətli abituriyentlər. 1-ci Göytürk dövləti haqqında danışacağıq. 1-ci Göytürk dövləti paytaxtı Ötkən şəhəri olmuşdur. 552-588-ci illərdə mövcud olmuşdu bu dövlət. Dövlətin əsasını Bumun xaqan qoyur. Aşina nəslinin başçısı idi. Jujanlara, yəni avarlara qarşı üsyan qaldırır. Göytürklər onların tabeliyində idilər. Və 552-ci ildə Bumun xaqan Jujanlara, avarlara qarşı üsyan qaldıraraq onları məğlub eləyir və Göytürk dövlətini yaradır. 1-ci Göytürk dövlətini. Gəlirik Muğanın dövrünə. Muğanın dövrü Göytürk dövlətinin ən qüdrətli çağıdır. Muğan neynir? Jujanlarla mübarizəni davam etdirir və onları ölkədən qovur. Yəni Jujanlara qarşı mübarizə Muğanda da var, Bumun xaqanda da var idi. Bunların ortaq cəhəti götürülə bilər. Dövlətin ərazisini genişləndirmə siyasəti yürüdür. Çin və bəzi qonşu xalqlar asılı hala salınır. Və bildiyimiz kimi 567-ci ildə neynir? Muğanın göstərişi ilə İstəmi Yabqu Sasanilərlə birlikdə Axun dövlətinə yürüş təşkil edib, onun ərazisini parçalayıb öz aralarında bölürlər. Sonra İstəmi Yabqu, indi İstəmi Yabqunun kim olduğunu mən sizə deyim. İstəmi Yabqu imperiyanın qərbini idarə edirdi. Yəni Göytürklərdə belə idi. Dövləti idarə edən xaqandır. Düzdürmü? Xaqan dövləti idarə edir. İmperiyanın əsasən şərq sərhədləri ilə əlaqədardır. İmperiyanın qərb sərhədləri isə Yabqu tərəfindən idarə olunurdu. Yabqu bəs kimdir? Xaqanın qardaşı. Xaqan dövləti idarə edir. Yabqu isə imperiyanın qərb sərhədlərini idarə edir. Qərbdə də hansılar var idi? Sasanilər var idi, Bizans var idi. Yəni Sasani-Bizansla məsələlərdə ona görə biz İstəminin adını çəkirik. O Yabqu idi. Yəni dövlətin qərbinə o baxırdı. Və gedir Sasanilərlə bir yerdə Axunları süquta uğradır. İstəmi xaqan olmayıb, Yabqu olub. Və Sasanilərə deyir ki, qardaş, əvvəl siz Axunlara vergi verirdiniz, ha? Hə. İndi o vergini bizə verməlisiniz. Təbii ki, Sasanilər bunu qəbul eləmir. Ona görə Sasanilərlə Göytürklər arasında münasibətlər pisləşir, gərginləşir. İstəminin dövründə, yəni İstəminin Yabquluğu altında onun başçılığı ilə Xəzərlər tabe edilir. Bizans üzərində uğurlu yürüşlər təşkil edilir. Amma Bizansla çox da müharibə aparmırlar. Niyə? Çünki onların ortaq düşməni var idi, Sasanilər. Yəni bir tərəfdən Sasanilərlə bir yerdə hərəkət edirlər, Axuna son qoyurlar, sonra Sasanilərlə münasibətlər pisləşir. Bizansla münasibətləri çox da pisləşdirmirdilər, çünki Sasani hər ikisinin ortaq düşməni idi. Ona görə də Bizansla daha çox diplomatik münasibətlər saxlayırdılar, çünki Sasani təhlükəsi var idi. Və Sasani dövləti ilə mübarizəsinin nəticəsi nə olur? Göytürklərin. Sogdiana vilayətini Göytürklər tuturlar. Amma Muğan və İstəminin ölümündən sonra hakimiyyət uğruna mübarizə başlayır Göytürk dövlətində. Analara Çinli olan şəhzadələrin Çinlə yaxınlaşması, buddizmi yaymaq cəhdləri nəticəsində dövlət zəifləyir və 6-cı əsrin 80-ci illərin, daha dəqiq desək 588-ci ildə 1-ci Göytürk dövləti Şərqi və Qərbi Göytürk dövlətlərinə parçalanır. Qərbi Göytürk dövlətinin yerində də gələcəkdə Xəzər xaqanlığı yaranacaq. Ona görə Xəzərlər Qərbi Göytürklərin varisi sayılır. 639-cu ildə Kürşad adlı bir sərkərdənin başçılığı ilə Çinlilərə qarşı üsyan qalxsa da, Çinlilər tutmuşdu da, deməli 588-də Göytürk dövləti parçalanandan sonra Qərbi və Şərqi Göytürkə 7-ci əsrin 30-cu illərində, yəni 630 deyək, bir də 7-ci əsrin 50-ci illərində, yəni 650 deyək, əvvəlcə Şərqi, sonra Qərbi Göytürk dövlətini Çinlilər tuturlar, Çindən asılı hala düşür. Sonra Kürşad üsyan qaldırır ki, Çinlilərin asılılığından çıxsınlar, amma uğursuz olur bu üsyan. Gələcəkdə 2-ci Göytürk dövləti yaradılacaq. Kim tərəfindən? Onu gələn dərs inşallah izah eləyəcəyik. Sağ olun, dəyərli şagirdlər, inşallah görüşmək ümidi ilə hələlik.